Bu dəfə mövzularımız daha biraz Hı fərqlidir. -hı. Fərqliliyi isə sırf bəylərlə xanımların münasibətləridir. Hı -hı. Hansı ki, xanımlarımız çox vaxt əziyyət çəkir. Güvənilən kişi tipini ayırd etməkdə. Hı. Necə təyin edə bilərik? Güvənilən kişi tipləri necə olur? Öncəliklə kişini, qadını ayırmaksızın bunu demək lazımdır ki, güvənilir insan necə olur? Mən həmişə bu podkastlarda, sizinlə olan verilişlərdə inanclardan danışmışam, özünüz bilirsiniz. Bəzən biz elə bir şey yaşayırıq ki, birdən-birə bizdə belə bir inanc yaranır ki, bundan sonra tövbə, bir də heç kəslə münasibətə girməyəcəm, bir daha heç bir münasibətə başlamayacam, heç kəsə güvənməyəcəm. Çünki bir dəfə o güvənsizliyi yaşayandan sonra insan o insanlara güvəni olmaz inancını, eynəyini gözünə taxır və başlayır ətrafındakı hamıya güvənsizlik gözü ilə baxmağa, potensial təhlükə kimi yanaşmağa. Və bu da təbii ki, təhlükəli, ona problem yaradacaq insanları həyatına çəkməsinə səbəb ola bilər. Amma ümumən... Yəni, qaçdığı halda eynisini təzədən həyatına çəkir. Əlbəttə, insan ümumiyyətlə həyatına nədən qaçırsa, onun həyatında, onun başına gəlir. Nəyə görə? Çünki radarları, o zehin öz təhlükə radarlarını tənzimləyir ki, ətrafındakı təhlükəni gör, fərqinə var, ondan ya qaç, ya da ki, onunla mübarizə apar. Ona görə də nəyə fokuslanırsa da onu şübhəsiz ki, həyatına çəkir. Güvənilir insan necə olur dedikdə, bu insandan insana dəyişir təbii ki, amma sırf əgər burada kişilərdən və qadın münasibətindən söhbət gedirsə, düzdür, hər kəsin kriteriyası müxtəlifdir. Lakin qadının ümumiyyətlə spesifik olaraq zehnində kişidən müəyyən gözləntiləri var. Hər bir qadın münasibətdə birinci növbədə məcazi mənada desək bir dağ görmək istəyir arxasında. Yəni, belə bir sığına biləcəyi. Sığına biləcəyi. Yəni, nə olur olsun, o gün ərzində sizin nə etdiyiniz, necə harda gəzdiyiniz, necə vaxt keçirdiyiniz, necə deyib, gülüb əyləndiyiniz önəmli deyil. O günün sonunda, yollar ayrılanda, hər kəs özü ilə baş-başa qalanda, o qadının zehnində o kişiyə güvənə bilərəmmi, o mənim arxamda bir dağ kimi dayanacaqmı, mən ona arxalana biləcəmmi, mənə təminat verəcəkmi, çətin günümdə, darda qalanda ümumiyyətlə məni qoruya biləcəkmi, mənə bir çətir kimi məni öz qolları, qanatlarının arasına alıb mənə sahiblənə biləcəkmi, sahib çıxa biləcəkmi, bununla maraqlanır. Bu qadının heç şuurlu olaraq qoyduğu bir, güddüyü bir məqsəd, gözlənti olmasa belə, qadının biolojik olaraq şuur altında zaten bu proqram mövcuddur. Yəni, fitrətində var. Bəli, fitrətində var. Qadın bir dağ görmək istəyir. Arxalana biləcəyi, güvənə biləcəyi bir dağ görmək istəyir.